Hansı məktəbdə işləmisiniz siz? Mən başlamışam kənd məktəbindən. Götürmüşəm çantamı, getmişəm kənd məktəbinə ki, təbiət rayona. Bəli. Hansı rayon? Xaçmazın Sərkərli rayonunda, kəndində mən işə başlamışam. İndi Xaçmazın Sərkərli kəndində baxırlar deyirlər ki, bizim müəllimə Everestə qalxır. 100%. Çünki mənim orayla əlaqələrim bitməyibdi. Orada o məktəbdə oxuyan qızlar üçün də siz nümunə olursunuz. Dolayısıyla 2 qat. Düşünürəm ki, bu belədir. Çünki mən hətta hələ o vaxtlardan danışıram. Mən onların qəhrəmanı idim ki, bir xanım şəhərdən durur, gəlir, bizə dərs deyir, burada yaşayır. Çalı quşu, o zamanın çalı quşusu, həqiqətən elədir. Mən o kəndə hətta ayağımı basanda bütün kəndin cəmaatı çıxırdı. Bilirdilər ki, mən gəlirəm, Vəfa müəlliməm. Yəni mən hər zaman belə sevgi ilə qarşılanıb, sevgi ilə yola salınırdım. Çünki o zamana qədər həmin məktəbdə ingilis dili müəllimi yox idi. Heç kəs getmirdi. Yəni bax belə və çətin idi o. Neçənci illərdir? 2005. 2005-dən danışıram. Xaçmazdan sonra hara gəldiniz? Xaçmazdan sonra mən artıq orada belə deyim də 2 il təyin olunmuşdum və 2 ildən sonra artıq zaman idi ki, mən də evimə qayıdım, ailəmə qayıdım. Ailə də deyirdi ki, sən geri qayıtmalısan da. Getdin, işlədin, töhfəni verdin. Sən geri qayıtmalısan. Geri qayıdandan sonra Bakı şəhərində nə ki özəl məktəblər bilirsiniz, hamısında belə müxtəlif zamanlarda dəvət almışam və işləmişəm, amma son pandemiya qədər deyək də 6-7 ili Azərbaycan Müəllim İnkişaf Mərkəzinin təlimçi müəllimi olmuşam və təlimçi müəllim kimi də artıq mənə şans yaranıbdı ki, bütün məktəblər, bütün rayonların, kəndlərin məktəblərinə gedim və oranın müəllimlərinə təlim verim və belə ünsiyyətdə olum. Ona görə indi mən məktəb adı deyə bilmirəm, çünki mən demək olar ki, bütün məktəblərdə olmuşam.